Müəllimlər, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Mən Zəhra Əhmədova. 10 may Naxçıvan Muxtar Respublikasında təşkil olunan ibtidai sertifikasiya imtahanının səhər növbəsində düşən sualın izahına baxaq. Əziz müəllimlər, qeyd edim ki, sual tam şəkildə deyil. Sualı ödənişli qruplarımızdan 57 ballı müdavimlərimizdən biri mənim üçün qeyd edibdir. İstəyirəm ki, mən də bu sualın geniş şəkildə sizlərə izahını təqdim edim ki, iyun ayında ibtidai sertifikasiyada iştirak edərkən qarşınıza belə bir sual çıxsa, rahatlıqla yaza biləsiniz. Sualın şərti beləymiş ki, hansı cümlədə tamamlıq işlənmişdir? Baxın, belə verilibdir ki, Lalə top aldı, bir cümlə beləymiş, bir cümlədə maşının mühərriki işə düşdü. Mənə 2 dənə cümləni müəllim demişdi. Digər cümlələr müəllimlərin yadında, müəllimin yadında qalmayıb. Olar ki, həmin gün kimsə sertifikasiyada iştirak edibsə, mütləq rəy bölməsində digər cümlələri də yazsın, onların da izahını müəllimlər üçün təqdim edim. Gəlin bu cümləyə baxaq. Maşının mühərriki işə düşdü. İşə düşdü. Nə? Maşının mühərriki. Niyə mən buna bütöv bir sual verdim? Çünki bu ismi birləşmədir. Daha aydın desək, 3-cü növ təyini söz birləşməsidir. Birinci tərəf müəyyən yəlik al, ikinci tərəf isə mənsubiyyətdir. Buna biz nə deyirik? İsmi birləşmə, daha aydın desək, 3-cü növ təyini söz birləşməsi. Biz də bilirik ki, 2 və 3-cü növ təyini söz birləşmələri cümlə üzvü olarkən parçalanmır. Yadınıza gəlirsə, budur neçə ildir, eləcə də bu il dayanmadan hər ödənişli və ödənişsiz canlımda, sınav izahlarımda dəfələrlə demişəm ki, müəllimlər kimin, nəyin, haranın suallarını unudun. Bunu niyə sizə təqdim ediblər? Siz gedib maşının sözünə nəyin sualını verib tamamlıq götürsəydiniz, bu sualınızın cavabı səhv çıxacaqdı və 1 balınızı itirmiş olacaqdınız. Bir daha deyirəm, cümlə üzvlərində kimin, nəyin, haranın sualı yoxdur. Kimindir, nəyindir, haranındır, bəli, belə deyib, dir olsa xəbər götürə bilərik. Amma hər dəfə qeyd edirəm ki, kimin, nəyin, haranın sualı cümlə üzvlərində yoxdur. Siz gedib düşünürsünüz ki, bu tamamlıq olacaq. Axı tamamlıq adlıq və yəlik hallarda ola bilmir. Qısası, yəlik halı cümlənin əvvəlində gördünüzsə, mənsubiyyətini də mütləq axtarın. Bu ikisi birləşdi. 3-cü növ təyini söz birləşməsi, yəni ismi birləşmə oldu və bütövlükdə bir suala cavab verdi. Sualı da oldu nə? Nə də nəyin sualıdır? Mübtədanın sualıdır. Bu oldu mübtəda. Yaxşımı? Mübtəda və xəbər. İndi keçirik sualımızın düzgün cavabına, yəni birinci cümləyə. Lalə top aldı. Aldı, xəbər. Kim? Lalə. Mübtəda. Lalə nə aldı? Lalə top aldı. Baxın, dəfələrlə bu il ödənişsiz canlılarımda demişəm ki, müəllimlər, top sözü, əgər biz ona topu deyə biliriksə, anam aş bişirdi, aşı bişirdi deyə biliriksə, bu qeyri-müəyyən təsirli haldadır. Nə sualına cavab verəcək və tamamlıq olacaq. Bunu dəfələrlə demişəm. Nə sualına cavab verir və tamamlıq olur. Hətta demişəm ki, insan anlayışı bildirən söz belə, əgər qeyri-müəyyən təsirli haldadırsa, o belə nə sualına cavab verəcək və tamamlıq olacaq. Yadınıza gəlirsə, ödənişli canlılarda nə deyirdik? Deyirdik ki, qeyri-müəyyən təsirli hal kasıbdır. Qeyri-müəyyən təsirli halın olan qalan bir dənə nə sualı var? Yəni, insan da olsa, üzr istəyirəm, heyvan da olsa, canlı da olsa, cansız da olsa, əgər o qeyri-müəyyən təsirli haldadırsa, onun yalnız sualı nə sual olacaq? Yəni, burada top sözü nə sualına cavab verdi, qeyri-müəyyən təsirli hal oldu və cümlənin tamamlığı olacaq. Yəni, mən qeyri-müəyyən təsirli hala nə sualını verib mübtəda götürə bilmərəm.
ödənişli canlılarımda baxmamısınızsa, iyunda imtahanda iştirak edəcəksinizsə, baxın, dəfələrlə demişdik. Yəni qısası bu sualımızın cavabı olur. Yəni birinci cavab A variantı, digər variantları təəssüf ki, müəllimimiz yadında saxlaya bilməyibdi. Əgər 10 ayda imtahanda iştirak etmişdinizsə, bu sual sizin qarşınıza çıxmışdısa, mütləq rəydə qeyd edin ki, digər variantlara da açıqlama gətirim. Yəni il boyu nə deyirdik? Kimin, nəyin, haranın sualını unudun. Yəni siz maşınına nəyin sualını versəydiniz, sizin artıq cavabınız səhv olacaqdı. Top sözünü götürüb, məsələn deyirəm, mübtəda kimi götürsəydiniz, yenə cavabınız səhv olacaqdı. Lalə topu aldı, topu qeyri-müəyyən təsirli haldadır. Daha doğrusu, top qeyri-müəyyən təsirli haldadır. Nə sualına cavab verdi və cümlənin tamamlığı oldu. Ümid edirəm ki, artıq bu sual sizə aydın olmuş oldu. Mütləq rəylər bölməsində əgər sizə maraqlıdırsa qeyd edin. Digər 10 mayda düşən sualların hər birinin izahını sizlər üçün qeyd edəcəm. Sağ olun.